Dəyərli həmvətənlərim, son dərəcə dəhşətli bir xəbər. Son dərəcə dəhşətli bir xəbər. Son dərəcə dəhşətli bir xəbər. İlham Əliyev tək İsrailə Netanyahuya zərbə vurmadı. İlham Əliyev İsrailə Netanyahuya tək zərbə vurmur. İranı güclü göstərib, İranı güclü görüb, orada da bank açıb, sərvətinin böyük bir hissəsini İrana daşıyıb. Baxın, Mehriban Əliyevanın soyu kökü İranlıdır. İrana daşıyıb. İlham Əliyev təkcə Netanyahunu arxadan baltalamadı. İlham Əliyev Ərdoğanı da arxadan baltaladı. Deyəcəksiniz, necə, nə cürə? Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Suriyanın prezidenti, yəni baş naziri Əl-Şara Ərdoğanı arxadan baltaladı. Necə? Elə İlham Əliyevin fikrincə, əlincə. Gəlin məsələyə baxaq. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, Suriyanın baş naziri, rəhbəri Əl-Şara Ərdoğana atdı. Əl-Şara Latakiya limanını və neft bölgələrini gizlicə Fransanın CEMA və CGM olaraq adlandırılan Fransanın şirkətlərinə ilkin 5 milyard dollar avans alaraq satdı. Kirayə verdi 100 illiyinə. Üzr istəyəm, 30 illiyinə. 30 illiyinə kirayə verdi və Ərdoğanı arxadan baltaladı. Mən dünən deyəndə ki, Türkiyə təyyarələri artıq arada narazılıq var. Dəməşqə enmir, Dəməşqə getmir. Türkiyə təyyarə hava yolunu dayandırıb Ərdoğanın şirkətləri. Mən şübhələnmişdim, arada soyuq yerlər əsir. Amma bugün məlum oldu ki, Əl-Şara gizlicə Fransa şirkətlərindən danışıb. Deyib, bəy, Ərdoğan deyil, sənə o da bizə işləyən deyilmi? Davay, 30 illik Fransa şirkətlərinə satdı və Əl-Şara bunu ilə Ərdoğana da atdı, İsrailə də atış gəldi. Və bunu bilən kimi İsrail dərhal qərar verdi. İsrail Müdafiə Naziri Netanyahuya birbaşa hesabat verdi ki, 200 min Yahudilərin Suriyada həyatı təhlükə altındadır və dərhal 150 minlik ordu kontingentini hazırlamışam Suriyaya soxmağa. Yəni, Suriyada olan Yahudilərin, 200 min Yahudinin həyatı təhlükə altındadır və 150 min ordunu oraya soxmalıyam. Soxacağıq Suriyaya. Deməli, Əl-Şara həm Netanyahuya atdı, həm Ərdoğana atdı. Çünki böyük güclər Əl-Şaraya pıçıldadı ki, onların sonuna az qalıbdır. Vəssalam, İlham Əliyevlə dostluq eləyən çox uzun yaşamaz. Və dəyərli həmvətənlərim və dəyərli soydaşlarım, bilirsiniz ki, Ərdoğan İsrailə vermək istəyirdi təbii sərvətləri. Ərdoğan İsrailin yetirməsidir. Və Ərdoğan üstün hizmət madalyası alan, Yahudi olmayan deyirlər, amma ana tərəfdən Yahudi olan 10-cu şəxsdir. Və dəyərli həmvətənlərim, Rəcəb Tayyib Ərdoğan Əl-Şaraya İsrailə ver, açıq deyə bilmirdi. Yəni, qrantamyot, plemyot dalında işin komandiri olubdu. Motosikletin üstündə olan adam olubdu. Vətənsevər adamdır, birdən-birə nətər deyə bilərsən ki, İsrailə ver, nefti, qazı, nə bilim, Latakiya limanı digər. Onun üçün Ərdoğan bunu desə, xalq da ayağa qalxardı ki, nədir, Türk əskərcisi şəhid olsun, sən İsrailə ver. Amma əvvəl dənizdə neft mədənlərini SOCAR-a verdiyi kimi, bu oyundan istifadə elədiyi kimi yenə Antalya təşkilatında, toplantısında
İlhamı çağırıb Əl-Şara ilə yan-yana otuzdurdu. İlham Əliyev orada da Netanyahunu 11 metrəyə qoydu. Orada Netanyahunu zərbə vurdu. Əl-Şaraya dedi ki, İsrail mənlikdir. İsrail mənlikdir. Sən çıx bəyanat ver ki, SOCAR gəlsin Suriya ərazisində nefti qazı çıxartmağa. SOCAR-ın törəmə şirkətləri SOCAR gəlsin, baxsın. Və dəyərli vətənlərim, İlham Əliyev ləncə ümumiyyətcə addım atmadı bu barədə. Sözdə dedi, sadəcə İsraili devrə dışı buraxmaq üçün. Sözdə dedi, sadəcə İsraili devrə dışı buraxmaq üçün. Amma bunu da nəzərə alın ki, İsraili Netanyahunu hədəfə alan İlham Əliyev, arxadan baltalayan İlham Əliyev, Erdoğan'ı arxadan baltalayan İlham Əliyev, mən sizə bir ay bundan qabaq çatdırmadım mı ki, İlham Əliyev düz Fransaya qədər, Lyon, İtaliyaya qədər neft qaz kəməri çəkir. Mən də demədimmi ki, Fransa, İtaliya qol çəkibsə, hətta gizdin Fransanın naziri gizdin Bakıya gəlibsə, aralarında qırğın var axı güya sürtüşmə və İlham Əliyev Netanyahunun və Erdoğanın maraqlarını satıbsa, mən bunu əvvəldən dedim. Gör necə iş ardıcılıqdan gəldi. Fransa, İtaliya imzaladı. İtaliya, Meloni. Dalından Fransada qoşuldu, nazir gəldi. İlham Əliyev kəmər çəkəcək SOCAR. Hara qədər? İtaliya, Fransa, başda olmaqdan Avropa ölkələrinə. Fikir verin ha. İndi baxın, həmən Fransa şirkətləri İsraildə devrə dışı buraxdı, Erdoğan'ı da. Və özü Əl-Şara ilə 30 illik müqavilə bağladı. Və 5 milyard da ilkin avansını verdi. Necə dedim sizə? İndi məsələ burasındadır ki, məsələ haradadır? Türkiyə Erdoğan'ın sonu çatıb, Erdoğan daha pis vəziyyətdədir. Erdoğan'ı devrə dışı buraxacaqlar. Ancaq siz düşünürsünüzmü ki, İsrail yatacaq? İsrail Suriyanı tamamına girəcək lazım olsa, amma imkan verməyəcəklər. Çünki İsraili ortaq eləyəcəklər, şərik eləyəcəklər. Nəysə, İlham Əliyev İsraili arxadan baltalamağının ənində sonunda bir çözümü tapılacaq. Tapılmasa İsrail girəcək Suriyaya. Ancaq Erdoğan ümumiyyətcə afsayda qaldı. Dəyərli vətənlərim, hələ anlaşma olmayıb, amma İsrail ordu yeritmək istəyir. Görə İsraili razı sala biləcəklərmi? Hələ başı yanğına qarışıb. İlham Əliyev bilirdi o yanğını, sadəcə xəbər verməmişdi. O təxribatı bilirdi. İran, bunların arxasında institutlar var. İranın mənə birbaşa nazir mavini mənə çerez çatdırır ki, İlham Əliyevə məruzə olunmuşdu, yanan kimi məruzə olunmuşdu ki, İran özü yandırıb. Suriyanın oyalamaq üçün. Amma bunun cavabını İsrailə verəcək. İsrailin verəcək bu yanğınla. Və hamısını İlham Əliyev bilirdi, sadəcə İlham Əliyev hər tərəfli İsrailə zərbə vurdu. Hər tərəfli zərbə vurdu İsrailə. Bir dənə Netanyahu qalmış, bax, dünya liderlərinə. İndi Erdoğan kitabı bağlanmışlardan biridir, onu qoy qırağa. Yəni, dünya liderlərindən bir dənə sahədə olan dünya liderlərinin komutanı var idi, kiçik komutanı. Netanyahu, o bir dənə Mehriban Əliyevanın aşkından mı dolayı, nədən mi dolayı, korrupsiyadan mı dolayı, nədənsə dolayı İlham Əliyevdən kardeşlik eləyirdi. İlham Əliyev onu da arxadan baltaladı.